Hilal kurslarının 2025-ci il dekabr ayında təşkil etdiyi 9-cu siniflərin buraxılış sınaq imtahanının ingilis dili sualları. İlk öncə dinləmə suallarına başlayırıq. Dinləmə mətnini dinləmədən öncə suallara nəzər yetirirsiniz və əgər məlumatınız varsa, söz ehtiyatınız varsa, nədən bəhs elədiyini bilirsiniz. Dinləmədən belə sualları yazmaq mümkündür. Əgər məlumatınız yoxdursa, verilən deməli açar sözlərimi deyək, suallara mı fikir verməlisiniz, cümlələrə və burada sizə demək istədiyim, bəzən only ilə not only but also ifadəsini eyniləşdirir uşaqlar və görən kimi only-ni, eşidən kimi və yaxud da variantı nişanlayır, onlara fikir vermək lazımdır. Not only but also nəinki həmçinin və yaxud da only deyirsə, yalnızca bir şeyi vurğulayır. Bunlar tamam fərqli şeylərdir. Və mən dinləmə qoşulduqca, daha doğrusu dedikcə cümlələri 4 sualın 4-ündə də nişanlayacağam ki, yəni nəyi harda dedi. İkinci dəfə dinləyəndə daha rahat şəkildə yerini təyin edirsiniz ki, məsələn 4-cü sualı son dəqiqələrdə dedi və yaxud da əvvəldə dedi, ortada dedi. Onları da mütləq təyin eləmək lazımdır ki, ikinci dəfə dinləyəndə fikir verəsən ki, nəyi, hansı sualı harda dinləməlisən və qeyd eləməlisən. Başlayırıq dinləməyə. Listen to the passage and answer the questions from 1 to 4. The Silk Road was one of the most important trade routes in the ancient world. It connected China with Central Asia, the Middle East, and Europe. People called it the Silk Road because silk was one of the most valuable products that Chinese traders sold. Merchants traveled on camels and horses and often moved in large groups called caravans. The journey was long and difficult. Travelers crossed hot deserts, high mountains, and dangerous areas where thieves sometimes attacked them. Even with these problems, the Silk Road stayed active for many centuries. Many different goods were traded along the route. People bought and sold silk, spices, tea, paper, gold, and beautiful stones. But the Silk Road was not only a place to exchange goods. It was also a way to share ideas and knowledge. Travelers brought new inventions, music, stories, and even art to other countries. Religions also spread along the Silk Road. Buddhism, Islam, and Christianity moved from one region to another because people met traders from different cultures. Today, the Silk Road is remembered as a symbol of connection between ancient civilizations. Və burada nələrə diqqət yetirdik? Ən sonda birinci və sonuncu cümlədə deyir ki, İpək yoluna söhbət gedirsə Silk Way-dən, the road that was a bridge between civilizations. Sivilizasiyalar arasında deməli körpü deməkdir, yol körpü. İkinci sualda deyir ki, doğru fikri seçin. The Silk was a single long road. Tək yeganə yoldur ki, Çinlə Avropanı birləşdirir. Only varsa burada əsasən səhv olur demək olar. Merchant usually traveled alone to avoid attention. Diqqətdən kənar qalmaq üçün, qaçınmaq üçün deyir, tək səyahət edirlər. Xeyr. The Silk Road helps to spread religions, inventions and ideas. Bunu dedi. İxtiraların, ideyaların, dinlərin yayılmasına kömək edir İpək yolu. Və burada deyir easy and safe for all travelers. Yox, oğrular var idi İpək yolunda. Bu üçüncü sualda bunu təksib edir. Hansı çətinliklərlə qarşılaşır səyahətçilər? Və burada deyir ki, hot desert, isti səhralar, high mountains and thieves, hündür dağlar və yaxud oğrular. Dördüncü sualın birincisində dedi ki, silk one of the most, demir the most valuable, ən dəyərli, deyir one of the, dəyərli şeylərdən biridir. Çünki orada ədviyyatlar da daşınırdı, dəyərli hesab olunurdu və s. Ona görə true. Travels only exchange good, not ideas or knowledge. Not only but also deyil bu. Deyir ki, ancaq deməli malları mübadilə edirdilər. Yəni ideyaları, bilik yox idi yəni orada. Səhvdir bu. Not only various kind of goods but also different religions spread along the Silk Road. Bunu dedi olduğu kimi doğrudur. Merchants usually traveled in small groups on foot. Ayaqla getmirdilər, dəvələrlə gedirdilər. Deməli tacirlər dəvələrlə qrup halında gedirdilər. Ona görə bu da false-dur. Bu da bizim dinləmə suallarımız. Keçirik indi biz short textlərimizə, qısa mətnlərimizə.
Attention shoppers, there's a special discount on winter jackets today. Qış jaketlərinə bu gün nə var? Xüsusi endirim var. Discount endirim deməkdir və deməli alıcıların diqqətinə. All jackets are 30% off until 8 p.m. Deməli saat 8-ə kimi 30% endirim var bütün jaketlərə. You can find them on the second floor next to the show section. Siz onları ikinci mərtəbədə deməli ayaqqabı bölməsinin yanında tapa bilərsiniz. Hurry up before your size runs out. Ölçülər tükənmədən, yəni tələsin. The discount lasts all week. Bütün həftə davam edəcək deyir. Burada bütün həftə dedimi? You can find next to the show və belə bir şey demədi. Bugünlükdür. Only shoes are on sale. Ancaq ayaqqabılar satışdadır, yox. Jackets are cheaper today. Jaketlər bugün ucuzdur. Aha, endirimdə də ucuzdur. Eyni şeydir, cavab C. The sale ends 10 p.m. Burada ümumiyyətlə saat 10-dan danışılmadı. The jackets are on the ground floor. Birinci mərtəbədə deyildi. Ona görə cavab nə olur? C variantı. 5-də oldu C. Keçirin də 6-cı suala. Dear parents, əziz valideynlər, this Friday our school will host a science exhibition where students will present their projects. Demə, əziz valideynlər, bu 5-ci gün, cümə günü bizim məktəbimiz deməli elm sərgisinə ev sahibliyi edəcək. Yəni haradakı şagirdlər öz proyektlərini təqdim edəcəklər. The event will start at 2 p.m. in the main hall. Əsas zalda saat 2-də başlayacaq bu tədbir. Parents who wish to attend must register at the entrance. Deməli, qeydiyyatdan keçmək istəyən baş çəkmək istəyən valideynlər girişdə qeydiyyatdan keçməlidirlər. Please note that photography is allowed, but videos are not permitted. Deməli, şəkil icazə verilir, amma videolara icazə verilmir. Yəni buna qeyd edin. Və burada cavabımız nə olacaq? The exhibition will take place in the school garden. Deyir, bağda olacaq, bağçasının, məktəbin bağında olacaq. Deyir, yox. Harda olacaq? The main hall. Ona görə bu yanlışdır. Parents cannot take photos during the event. Şəkillər çəkməməlidirlər. Şəkil çəkə bilərlər, amma video çəkə bilməzlər. Ona görə bu da yanlışdır. Cannot. The event begins in the afternoon. Deməli, deyir, günorta başlayacaq. 2 p.m. elə eynidir. Students are not presenting any projects. Yəni ki, təqdim etməyəcəklər deyir proyektlərini səhvdir. Parents don't need to register. Qeydiyyatdan keçməyə ehtiyac yoxdur deyir, yanlışdır. Cavabımız olur C variantı. Hepsi yazdım C'ni. C. The city museum will open an hour later than usual tomorrow due to the staff meeting. Deməli, şəhər muzeyi açılacaq 1 saat sonra. Deməli, staff meeting, deməli heyət toplantısı səbəbilə sabah adi gündə olduğundan 1 saat gec açılacaq şəhər muzeyi. Instead of 9 a.m. it will open at 10 a.m. Yəni ki, 9-da açılmaq əvəzinə nə vaxt açılacaq? Saat 10-da. The closing time remains the same. Bağlanma vaxtı amma eyni qalır. Bir dənə açılmasında problem var. 1 saat gec açılır. Visitors with early tickets may enter the new opening time without extra payment. Erkən bilet alanlar, yəni açılan vaxtı əlavə ödəniş ödəmədən girə bilərlər. The museum will close earlier than usual. Deməli, erkən bağlanacaq. Bağlanmasına söhbət getmir, açılmasından gedir. A, yanlışdır. Visitors with early tickets must buy new ones. Yenisini almalı deyirlər. Yəni, ödənişsiz olacaq. The museum will open at sabah saat 10-da açılacaq deyir. Və bəli, çünki sabah idi meeting, görüş, toplantı və 9 əvəzinə saat 10-da açılır. Bu da C oldu ki. There's an extra fee for early visitors. Əlavədir. Ödəməlidirlər, səhvdir. The museum deməli pul ödəməlidirlər. Yəni the museum is closed the whole day. Bağlı olacaq. Bu da yanlışdır. Və bizim short textlərimiz hamısı C variantı oldu. Keçirik mətnimizə. The Arctic fox is one of the most interested animals. Sualları da mətndə axtara bilərik, amma mən mətni oxuyum ki, sizə də rahat olsun və sözləri də biləsiniz. The Arctic fox is one of the most interesting animals living in the cold regions of the world. Arktik deməli tülküsü dünyanın one of the most interesting animals living deməli dünyada soyuq regionlarda yaşayan ən maraqlı heyvanlardan biridir.
It's small, balacadır, quick-jawed and extremely clever və hədsiz ağıllıdır. This animal survives in some of the lowest temperatures on Earth. Deməli, bu heyvanlar ən aşağı yer kürəsində ən aşağı temperaturda belə sağ qala bilirlər. Sometimes as cold as -50 degrees Celsius. Bəzən -50 dərəcə Celsiyə qədər qala bilirlər. Its thick white fur keeps it warm and helps it hide in snow. Onun qalın ağ xəzi onlara kömək edir isti qalmağa və qarın altında gizlənməyə. During the winter, qış ərzində, the Arctic fox travels long distance to find food. Deməli, bu tülkülər səyahət edirlər uzun məsafələrə, yemək tapmaq üçün uzun məsafələrə deməli səyahət edirlər, gəzirlər, yəni gedirlər. It eats small animals, birds and sometimes even fish. Balaca heyvanlar yeyirlər, quşları və bəzən də balıqları. The fox has excellent hearing. Çox mükəmməl eşitmələri var. So it can detect animals moving under the snow və yerin altında da eşitməsinə, daha doğrusu it can detect animals, yerin altında olan heyvanları belə, qarın altında olan heyvanları belə müəyyən edə bilirlər, detect. When it hears something, it jumps high and dives into the snow to catch its prey. Prey of deməkdir. Onlar bir şey eşidəndə tullanırlar hündürə və dalırlar, dive dalmaqdır, qarın altına və ovları tuturlar. Tutmaq üçün dalırlar. In the summer, yayda isə the Arctic fox looks different. Amma müxtəlif görünür. Its fur changes from white to brown or grey. Ya qəhvəyi olur, ya da boza çevrilir ağdan. This helps it blend in with rocks and plants and protects it from larger predators. Bu onlara kömək edir, yəni qayalarda, bitkilərdə arasında gizlənir, yəni qarışıq rəngdə olur və bu onları daha böyük yırtıcılardan müdafiə edir, qoruyur. Arctic foxes live in underground dens where they raise their young. Arktik tülküləri yerin altında biz heyvanların, vəhşi heyvanların gizləndiyi yuvalara deyirlər. Orada yaşayır və orada böyüyür deyə. They raise their young. Orada böyüdürlər balalarını deyə. A mother fox can have up to 10 babies. Deməli 10 uşaq nə idi? 10 balaya qədər böyüdə bilir, yəni 10 balaya qədər balalaya bilir deyəydi. Although life in the Arctic is difficult, the Arctic fox continues to adapt and survive. Baxmayaraq ki, Arktikada həyat çətindir, amma o tülkülər davam edirlər, adaptasiya olurlar, yəni uyğunlaşırlar və sağ qalmağa davam edirlər. Mətnimiz nə haqqında oldu? Arktik tülkü haqqında. Bunu necə deyə bilərik? A clever animal of the snow. Belə də deyə bilərik. Qarın ən ağıllı heyvanı, daha doğrusu ağıllı heyvanı. İsti səhrada həyatdan söhbət getmir. How humans survive in the Arctic. İnsanlardan yox. The slowest animals, ən yavaş heyvan deyil. Quşlardan söhbət getmir. Elə ən ağıllı heyvandan gedir söhbət. Choose the correct sentence according to the passage. The Arctic fox cannot hear. Amma əslində can hear animals under the snow. It never changes its fur color during. Dəyişmirdir xəzini. Dəyişir, yayda fərqli olur, qışda fərqli olur. The Arctic fox can survive extremely low temperatures. Hədsiz dərəcədə aşağı temperaturda sağ qala bilir. Cavabımız olur C. It only eats fish in winter. Yox, kiçik heyvanları da yer, ancaq balıq yemir. The Arctic fox lives on trees to hide from predators. Yırtıcılardan qorunmaq üçün ağaclarda yox, qarın altında gizlənir, qayalarda və s. yaşıllıqlarda. Keçək 10-cu sualımıza. Which question has no answer in the passage? Hansının cavabı yoxdur? What color does the Arctic fox have in different seasons? Deməli, hansı rəngləri? Bunun cavabı var. How does the Arctic fox catch animals under the snow? Necə tuturlar? Yuxarı qalxırlar, onu da dedi və dalırlar. What temperature can the Arctic fox survive? Deyə dedilər temperaturda. How many babies can a mother fox have dedi. How long does an Arctic fox live? Nə qədər yaşadığını demədi. Cavabımız olur Y variantı. Thick hair that covers the body of some animals. Bəzi heyvanların bədənini örtən sıx tüklərə nə deyirlər? Cavab B, fur, xəz. Then burada yuvadır. Prey of the predator vəhşidir, yırtıcı, daha doğrusu snow, qar. Choose the false statements. The Arctic fox hearing helps it find animals under the snow. It's true. Səhvi istəyir bizdən, amma bu doğrudur. In summer, the Arctic fox keeps its white fur to stay warm.
Yayda deyir, kömək edir isti qalmağa, belə bir şey səhvdir, 2 səhvdir. Amma the Arctic fox can have several babies in underground dens. Bu doğrudur. The Arctic fox always stays in the same place. Doesn't travel. Cavab 2-4 yanlışdır. Bu açıq sualımız idi. 13-cü sualda the little boy hurt və keçdik qrammatika suallarımıza. The little boy hurts. Əgər oğlandan söhbət gedirsə he-dir, he-nin qayıdışı himself-dir. Ya cavab olacaq A, C, Y arasında qalırıq. While playing in the garden and his mother helped him olacaq. Çünki söhbət elə balaca oğlandan gedir. Himself, him cavab olur A variantı. Deyir ki, balaca oğlan zədələdi bağda oynayarkən özünü və anası ona kömək etdi. Yəni həmən oğlandan söhbət gedir. It was movie I have ever. Ever gördünüzsə üstünlük dərəcə götürürsünüz və olacaq burada cavab C variantı. It was the most exciting movie I have ever watched. Bu sifətin üstünlük dərəcəsidir. Üstünlük dərəcəsində çox hecalılar demosla düzəlir. Protect qorumaqdır, reduce azaltmaq, discover da kəşf etmək. To make something smaller bu olur 2-yə A. Protect qorumaqdır, find something for the first time bu discover'dır. 3-ə gedir B və protectdəki to keep someone or something safe 1-ə də gedir C. 1C, 2A, 3B, C-A-B cavab olur A variantı. She spoke very. Bu sifət zərf dərsidir. Əgər hərəkət bildirən fe'l varsa özündən sonra gələcək zərf, yəni ly. She spoke very confidently. Very adi dərəcə demor qoya bilmərik. And looked. To look özündən sonra sifət tələb eləyir və bu olacaq nə? Happy. Cavab olacaq B variantı. Keçək 17-ci suala. Choose a line of nouns. Kind nəzakətlidir. Növ də ola bilər amma. Ona görə bunu saxlayıram. Dürüst, honest, brave, güc bunlar sifətdir. Culture, freedom, beauty cavabımız B variantıdır. Improve fe'ldir. Careful'dır, silently'dir. Bunlar isim deyirlər. Cavab B'dir. Look, bax. Əgər bir look, bax, nida ilə gördüysə, burada davam ediciliyi var və noun da bizim göstəricimizdir. Children da cəm isim olduğu üçün cavab C variantı. If-dən sonra gələcək zaman gələ bilməz deyə bunu çıxıram, bunu çıxıram. Gələcəklə keçmiş uzlaşmaz deyə C-ni də çıxıram. Və cavabımız olur A variantı. If they follow the rules, they won't make a mistake. Əgər qaydalara əməl etsələr, səhv etməyəcəklər. 20-ci sualda he wants to be a doctor and help the poor. Həkim olmaq istəyir, kasıblara kömək etmək istəyir. Cavab C. Çünki isimləşmiş sifətdir, sifətləşmiş isimdir. Yox, isimləşmiş sifətdir. Onların qarşısına D qoyuruq və wants to be a doctor. Müəllim, həkim olmaq istəyir. We didn't see inkar cümlədə əni işlənir və cavabımız olur B variantı. Bir cümlədə 2 inkar olmaz, onu çıxıram. Some inkarda işlənməz, inkardan əvvəl işlənər. A, deməli, something da olmaz, cavab B. Keçək 22-yə. The children özü cəm isimdir, S qəbul etməz, səhvdir. To-dan sonra avtomatik isim cəmlənməli idi, səhvdir. Let ümumiyyətlə yəlik hal sayılmır. Going to fe'ldir. Cavabımız olur soyadlar Z, S apostrofu olur. Cavab olur Y variantı. Y. 23-cü sualda they are waiting for the bus when the accident happens. Olmaz. R-la İ'də uzlaşmaz. They were waiting for the bus when the accident happened. Burada olacaq, deməli, hadisə baş verəndə avtobus gözləyirdilər. Və cavab olur B variantı. Keçdi 24-cü suala. Əzəzin arasında adi dərəcə olur deyə birinci tərəf olacaq. Adi dərəcə, maçın da yanında müqayisə dərəcə olur. Adi dərəcə expensive, faster cavab olur A variantı. Çünki fastest olmaz. The most birinci tərəfə görə uyğun gəlmir. Əzəzin arasında more qoya bilmərik. Fastdakı maçdan sonra faster gəlməlidir deyə cavab A variantı. Keçirəm 25-ci suala. Və səhvi istəyir burada. Şərtə mütləq fikir verək. Many history books, məndən sonra, yəni bu ismə baxırıq, cəm doğrudur. A little useful advice doğrudur, sayılmayan simlər işlənə bilər. A few-dan sonra bread sayılmayan sim gələ bilməz, 3 səhvdir. Very many homework, məndən sonra sayılmayan sim gəlməz.
Ona görə cavab 4 yanlışdır. Only a few science teachers doğrudur. Cavabımız olur 3-4. Only a few-dan sonra cəmsim gələ bilər, yəni doğrudur, ona görə 5, 3-4 yanlışdır. 26-da da 35 sözdən ibarət, ən azı 35 sözdən ibarət hekayə qurmağımız istənilir. Azərbaycan da qurursunuz, çevirirsiniz ingilis dilinə. Zaman uzlaşmasına fikir vermək lazımdır. Belə deyə bilərik ki, bir gün qızla oğlan, yəni adlarını da deyirsiniz ki, meşəyə doğru gedirlər. One day, mən keçmiş zamanda quracağam. One day, two children named Ali and Nino, for example, decided to go to the forest. They saw many mushrooms under the tree. Ağacın altında göbələklər görürlər. Ondan əvvəl deyirik ki, they had empty baskets in their hands. Əllərində boş səbətlər var idi. Then they saw many mushrooms under the tree. Ağacın altında bir çox göbələklər görürlər. After they filling their baskets, səbətlərini doldurduqdan sonra evə qayıdırlar. Returned home deyə belə başlıqlı cümlələr yaza bilərsiniz. Sonra onlar xoşbəxt görürlər. They looked happy. They had a great onlar yaxşı vaxt keçirdilər və yaxud da yaxşı macəra dolu gün keçirdilər deyə bilərik. They had a great time. Yaxşı vaxtları oldu. They looked happy, joyful. Və orada günəş var. Günəşi də qeyd eləməli idik ki, on a sunny day, günəşli bir gündə meşəyə getmək qərarına. They decided to go to the forest on a sunny day. Və biz bu cümlələri quranda 3 şəkildən də bəhs etmiş oluruq. Ad verdik, məkanları, şəkil ardıcıllığını və onların ən axırda əhvallarını belə qeyd etdik və bu da sınağın sonu.